Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 7 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Tərməz. Qəzetimizin bugün olan buraxılışı 16 səhifədən ibarətdir. İlk səhifəmizdə yeni dünya düzənində. Qlobal çağırışlar fonunda ölkəmiz bu nizamın formalaşması prosesində fəal iştirak edir başlığı ilə məqaləmiz dərc edilib. Azərbaycanın dünya birliyi və beynəlxalq münasibətlərdə artan rolu ölkəmizin xarici siyasətində müəyyən konkret prinsiplərin tətbiqi ilə bağlıdır. Regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına daim böyük önəm verən rəsmi Bakının uğurlu xarici siyasət kursu qlobal əhəmiyyət təşəbbüsləri bölgənin inkişafında mühüm rol oynayır. Reallaşdırılan uğurlu enerji və nəqliyyat layihələri regionun dayanıqlı tərəqqisində böyük perspektiv vəd edir. Həmçinin bu səhifəmizdə Azərbaycan Prezidenti İlham Əliyev Belarusun baş nazirini qəbul edib başlıqlı məlumatda yer alıb. Azərbaycan və Belarus hökumətlərinin başçıları Füzuli və Ağdam rayonlarında olublar başlıqlı məlumatda ikinci səhifəmizdə dərc olunub. Mayın 6-sında Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının baş naziri Aleksandr Turçini Füzuli beynəlxalq aeroportunda qarşılayıb. Sonra Əli Əsədov və Turçini iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Ağdam Sənaye Parkına gəliblər. Hökumət başçıları Sənaye Parkının ərazisinə baxış keçirib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar. Üçüncü səhifəmizdə isə Azərbaycan Prezidenti İlham Əliyevin Vietnam News Agency agentliyinə müsahibəsi yer alıb. Ətraflı mətninlə tanış olmaq üçün söz gedən səhifəmizə nəzər yetirə bilərsiniz. Caspian Agro və Interfood Azərbaycan qida sənayesində yeni texnologiyalar və innovativ həllər nümayiş etdirəcək. Bu yazı isə 4-cü səhifəmizdə yer alıb. Mayın 6-sında Xəzər regionunun ən böyük 18-ci Azərbaycan beynəlxalq kənd təsərrüfatı Caspian Agro və 30-cu yubiley Azərbaycan beynəlxalq qida sənayesi Interfood Azərbaycan sərgilərinin təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib. Qəzetimizin 5-ci səhifəsi isə Ulu Öndər Heydər Əliyevə həsr olunub. Müstəqil Azərbaycan dövlətçiliyinin banisi, xilaskarlıq və quruculuq missiyası başlıqlı yazı da burada yer alıb. Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı təkcə siyasi dəyişiklik deyildi. Bu, milli ruhun dirçəlişi, dövlətçiliyin real əsaslar üzərində qurulması və xalqın gələcəyə olan inamının bərpası idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasında milli dövlətçilik ideyası öz hüquqi əsasını tapdı. Milli dəyərlərin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi və tarixi yaddaşın bərpası dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Azərbaycan-Macarıstan hərbi əməkdaşlığı inkişaf etdirilir başlıqlı məlumat 6-cı səhifədə öz əksini tapıb. Mayın 6-sında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə nazirinin birinci müavinini Azərbaycan ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Müdafiə qüvvələrinin baş qərargah rəisi Professor General Gabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ulu Öndərin heykəlini yaratmaq tarihi xoşbəxtliyidir başlıqlı yazı da 7-ci səhifədə öz əksini tapıb. Heykəltaraş Şərif Şərifovun emalatxanası kiçik sərgini xatırladır. Heykəllər, yarımçıq kompozisiyalar sıralanıb. Bir güşə xüsusilə diqqəti cəlb edir. Kompozisiyalara diqqətlə baxdığımı görüb heykəl üzərində işindən danışdı. Heydər Əliyevin obrazını yaratmaq mənə tapşırılanda bir anlıq çaşıb qalsam da qürurumun həddi-hüdudu yox idi. Çoxdankı arzum həyata keçirdi. Dahi rəhbərin, xalqımızın böyük oğlunun heykəlini yaratmalı idim. Dahi insanla dəfələrlə görüşmək, söhbət etmək imkanım da olmuşdu. Bu maraqlı yazımızla tanış olmaq üçünsə söz gedən səhifəmizə baxa bilərsiniz. 8-ci səhifəmizdə isə ötən günün əhəmiyyətli məlumatlar yer alıb ki, bunların başlıqlarını diqqətinizə çatdırırıq. Belarusun baş naziri Fəxri Xiyabanı ziyarət edib. Belarusun baş naziri Zəfər Parkını ziyarət edib, həmçinin Azərbaycana rəsmi səfəri isə başa çatıb. Günün siyasi nəbzi tutulan 9-cu səhifəmizdə isə Azərbaycan-İran əlaqələrinə həsr olunmuş Bakı-Tehran münasibətlərində artan dinamika, tərəfdaşlığın etibarlı arxitekturası başlıqlı məqalə dərc edilib. Azərbaycanla İran İslam Respublikası arasında ticari və iqtisadi əməkdaşlıq əlaqələri son illərdə yeni mərhələyə qədəm qoyub. Ticarət dövriyyəsində müşahidə olunan sabit artım qarşılıqlı maraqlara əsaslanan münasibətləri daha da gücləndiyini göstərir. Əgər 2005-ci ildə Azərbaycanla İran arasında ümumi ticarət dövriyyəsi 242 milyondan çox idisə, ötən ilin sonunda bu rəqəm 647,1 milyon dollara çatıb. Mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə bağlı çox maraqlı bir yazı isə 10-cu səhifədə yer alıb. Şuşa, zəfərin zirvəsi mədəniyyətin beşiyidir başlıqlı yazıda qeyd olunur. 2020-ci ilin rəşadətli zəfəri ilə bütün ərazilərimiz kimi Şuşa da əsarətdən qurtuldu. Azərbaycan əskərinin mərdliyi, Azərbaycan xalqının iradəsi və Azərbaycan dövlətinin strateji qətiyyəti sayəsində noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bugün Şuşa məscidlərində azan səsləri ucalır. Cıdır düzündə Qarabağ atları şahə qalxır.
Sarı bülbül azadlığın nəğməsini, qayıdışın sevincini oxuyur. Xarı bülbül çiçək açır. İflasa uğramış planlar, erməni lobbisinin çarəsizliyi. Bu məqalə isə 11-ci səhifəmizdə hadisələr kontekstində rubrikasında yer alıb. Trampın həm Türkiyə, həm də Azərbaycanla daha praqmatik və strateji münasibətlərə üstünlük verməsi, qondarma erməni soyqırımını tanımaması ilə daha da konkretləşdi. Bu yanaşma ABŞ-da erməni lobbiçiliyi ilə məşğul olan dairələrin də böyük narazılığına səbəb oldu. Günün siyasi nəbzi 12-ci səhifəmizdə də tutulub. Bu səhifəmizdə humanitar maskalanmanın arxasında gizlənən geosiyasi müdaxilə cəhdləri, rəylər və mülahizələr hissəsində sülhün bərqərar olunması bütün dünya üçün müsbət tendensiyadır və münaqişə dinc vasitələrlə siyasi yolla həll edilməlidir. Son olaraqsa kütləvi məzarlıqlar erməni vandalizminin ifşasıdır başlıqlı məqalələr yer alıb. Kosmosdan görünən qərəz, Qərb mediasının təəssübkeşliyi. Bu yazı da 13-cü səhifəmizdə dərc olunub. David Vardanyanın Fox News-da məqaləsinin dərc olunması təsadüfi deyil. Bu xristian millətçiliyi kimi təhlil edilən ideoloji dalğa ABŞ-da dini motivli siyasətə rəğbət bəsləyən dairələrə siqnal ötürmək cəhdidir və nəzərə almaq lazımdır ki, Donald Trumpın administrasiyasında ABŞ müdafiə katibi vəzifəsində olan və xristian dininə bağlılığı ilə tanınan Pete Hegseth kimi fiqurlar həmin platformada söz sahibi sayılır. Yəni onlar ABŞ müdafiə katibinin belə dinə olan bağlılığından istifadə etmək istəyirlər. Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadə haqqında maraqlı bir yazı da 14-cü səhifəmizdə mədəniyyət rubrikamızda yer alıb. 1880-ci il 7 mayda anadan olan rəssam ibtidai təhsilini Rus-Tatar məktəbində almış. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan Miniatür Məktəbinin və Rus Rəssamlıq Məktəbinin ənənələrindən bəhrələnib. Əzim Əzimzadənin zəngin irsi bugün də böyük ehtiramla yad olunur. Onun adını daşıyan Bakı Rəssamlıq Texnikumu və ölkəmizin küçələri, yaşadığı evdə yaradılan ev muzeyi və yaxınlıqdakı bağda ucaldılmış büstü sənətkarı olan xalq sevgisinin ifadəsidir. 15-ci səhifəmizdəki maraqlı məlumatların da başlıqlarını diqqətinizə çatdırırıq. Elmi Şurada UNEF-in elmi nailiyyətləri və rəqəmsallaşmaya keçidlə bağlı hesabat açıqlanıb. Sumqayıtda zəfərdən zəfərə gedən yol adlı tədbir və Türkiyədən xəbər var. TürkSat 7A üçün hazırlıqlar tamamlanıb. Hər zamanki kimi bugünkü nömrəmizin son səhifəsi də hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.